Gəncənin sonuncu hakimi Cavad xanın Rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə şəhid olmasından 212 il ötür. Bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib. Gəncə şəhər icra hakimiyyətinin başçısının birinci müavini Elnur Uzayev Cavad xanın keçdiyi həyat yolundan geniş söhbət açaraq onun nəinki gəncəlilərin, bütün Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bürosunun rəhbəri Fuad Əliyev və digər çıxış edənlər Cavad xanın şücaətindən söz açıblar. Bildirilib ki, Cavad xanın ruhu bütün Azərbaycanı dolaşır. Onun qəhrəmanlıq, igidlik rəmzi bizim üçün bir vəsiyyətdir. Biz, Azərbaycan xalqı, öz müstəqilliyini, dövlətçiliyini daim qorumağa layiq və bacaran bir xalqıq. Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına tər çiçəklər qoyaraq ehtiramlarını bildiriblər. Qeyd edək ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan, General Pavel Sisyanovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək Rus çariçası Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb. Gültəkin Əliyev və Kamran Əskiparal, Rüfət Tağıyev, Dünya TV.